Şirkətlərin əksəriyyətini görürəm, hansı ki işləyirlər də. Kiçik biznesdə mən nəzərdə tuturam da əlbəttə ki. Bax onların çətinlik çəkdikləri məsələ sizin inkubasiya dövrünüz dediniz, hansı ki inkişaf dövrü. Bax o dövrü sanki bir adlaya bilmirlər. Mən hətta misalı vergilərlə və digər məsələlərlə niyə çəkdim? Müəyyən bir müddət ərzində olmazmı ki, onları müəyyən bir güzəştlər olunsun ki, onlar o dövrü daha yaxşı keçsinlər, daha çox çiçəklənən anında gələsən, gəl götür onun vergisini, digər məsələlərini. Yəni bu eləmək olmazmı bunu? Yəni bu qədər çətindir. Onun yaxşı praktikaları var və bizdə çalışırlar onu tətbiq eləsinlər, amma neçə illərdir mən bu haqqda danışıram televiziyada, intervyuda belə ki, yəni orada düzgün deyil. Məsələn bu texnoparklar ki, tətbiq olunur, sonra iqtisadi zonalar və s. Yəni bunun praktikası elə vaxtı ilə Belarusiyada yaratdılar belə bir şey. Yəni insan getdi Amerikada Silikon Valley gördü, gəldi eyni şey elədi Belarusiyada və indi Amerikanın misal üçün IT sahəsinin çox güclüdür də onlar şirkətlər yarandı, EPAM kimi şirkətlər, hansı ki həm Belarusiyada işləyirlər, həm Amerikada işləyirlər və orada nələrsə yaradırlar və sonra eyni praktika ilə texnoparklar digər ölkələrdə də başladı yaranmağa. Bizdə də yarandı. Amma effektivliyin hələ ki görmürəm və çoxlu biz misal üçün texnoparkın üzvüyük, bundan qabaq Kobe şəhadətnaməsini almışdıq. Yəni orada da problemimiz oldu. İndi də qeyri-müəyyənliyimiz var. Neçə aylarda texnopark kağızımız var. Heç normal axıra qədər suallarımıza cavab ala bilmirik ki, onu necə istifadə eləyək. İstifadə edə bilmirsiniz də onu, hə? Yəni çətinlik çəkirik də. Yəni bilmirik bizə nə şamil olunur, nə şamil olunmur. Kobe'də əziyyət çəkdik, elə bildik ki, biz gəlir vergisindən azadıq. Gəlirimizi artırdıq, sonra 7-8 aydan sonra məlum oldu ki, bizə şamil olunmur. Çünki biz orta biznesıq. O ancaq kiçik biznesə şamil olunur. Birdən-birə böyük məbləğdə, yəni 700-800 min vergi ödədik. Yəni o da biznes üçün birdən-birə ödəmək, yəni əməlli başlı belə hiss edilir. Yəni hər dəfə görürük ki, nəsə üzləşirik. Təzəlicə bizim hələ əməkdaş qatılmışdı onlayn Özbəkistandakı texnoparka. Yəni onların şərtlərini görsəz, görəcəksiniz ki, çox dəhşət şəffafdır. Həm şəffafdır, həm də ki yaxşıdır. Yəni heç nə ödəmirsən, sənin üçün hər şey eləyirik, onu eləyirik, təki gəl. Yəni onlar o ekosistemi yaratmaq üçün yəni asan bir şərtlər eləyiblər ki, orada sual yaranmasın. Eyni şey Qazaxstanda, onu da misal gətirim sizə bir dənə. Deməli, mənim itim var, mən hər səhər gəzdirirəm, bir xanımla tanış olmuşam, hansı ki Rusiya vətəndaşıdır, freelancerdır, onlayn işləyir, yaxşı da bir neçə şirkətdə xidmət göstərir. Aydın məsələdir ki, müəyyən qədər yaxşı pul alır, amma yaşayır Bakıda. İndi o günləri görürəm, deyir ki, təəssüf ki, mən çıxıb gedirəm. Deyirəm, nə məsələdir? Deyirəm, mən vizam qurtarıb, viza ala bilmirəm. Ona görə gedirəm. Mən də deyirəm, istəyirsən, bax, Qazaxstanda belə bir yer var, harada ki, nə vergi ödəyirsən, nə üçün ödəmirsə, deyirlər, təki burada ol. Səhəşi şərait deyir, yox, Qazaxlardan deyir, xoşum gəlmir, Azərbaycandan xoşum gəlir, çoxlu dostlarım var, amma təəssüf ki, qayıtmalıyam Rusiya. İndi adi misal deyim də sizə, görün bu təzə bir viza var da, belə freelancer viza deyirlər. Avropada onların üstündə davadır ki, kimin qıraqdan gəlir mənbəyi var, ona icazə verirlər ki, gəl ölkədə otur, pulvu burada xərcdə, amma otur burada. Yəni, hələ bir dənə onun nümunə gətirsək ki, onlar üçün mühit yaratmaq olar ki, puldur da xaricdən gəlir, burada xərcləyir. Niyə çıxıb getməlidir? Və hesab eləsək ki, məsəl üçün 1000 nəfər gəlsə, hərəsi $5000 pul qazansa və o pulu burada xərcləsə, görün nə qədər pul eləyir. Ondan başqa təcrübə. Məsəl üçün o xanıma dedim ki, gəl bizim şirkətdə o IT sahəsində quality assurance elə bir keyfiyyəti yoxlayır proseslərdə. Deyirdim ki, bölüşsün də, istər-istəməz xarici təcrübədir. Yəni o insanlar gəlib öz təcrübəsini, biliklərini də paylaşanda o da çox vacibdir. Yəni bu ekosistemi qurmaq üçün bunu yenidən tam analiz eləyib, yəni boşluqları aradan qaldırmaq lazımdır.